Ulduzların sirlərinə və taleyimizə təsirinə həsr olunmuş kanalımıza xoş gəlmisiniz. Bu maraqlı videoda gələcəyin pərdəsini açıb bəzi bürcləri hansı təəccüblü dəyişikliklərin gözlədiyini sizə xəbər verəcəyik. 28 aprel tarixindən etibarən 4 bürcün inanılmaz maliyyə dəyişikliklərinin ortasında olacağını öyrəndikdə çox təəccüblənəcəksiniz dostlar. Kanalımızı bəyənərək dəstək olmağı unutmayın. Bu, bizim üçün çox vacibdir. Ulduzlar artıq unikal nümunədə birləşərək, seçilmişlər üçün sərvətin sürətli artımını vəd edən güclü kosmik enerji axınları yaradıblar. Bu videoda maliyyə uğurunun zirvəsinə baş gicəlləndirici dırmaşmağın məhz kimin nəzərdə tutulduğuna daha yaxından nəzər salırıq. İndi isə bu videonun altındakı şərhlərdə sehirli bir cümlə yazmağınızı istəyirik. 28 apreldə mütləq daha zəngin olacağam. Amin. Kainatın gücü bütün maliyyə məqsəd və məqsədlərinizə çatmağınıza kömək etsin. TOPS ehtiraslı astrologiya pərəstişkarıdır. Sadəcə olaraq həyatın bizə təqdim etdiyi imkanların maraqlı hekayələri ilə maraqlanırsınız, bu da onun üçün maraqlıdır. Biz sizi cəlb edəcək və bəlkə də həyatınızı yaxşılığa doğru dəyişdirəcək tal əlamətlərini tanımağınıza kömək edəcək əlamətləri ortaya qoyacağıq. Beləliklə, aprelin sonunda hansı bürc nümayəndələrinin gülümsəyəcəyini öyrənməyə hazırsınızmı? Sonra bir saniyə belə tərəddüd etmə. Kanalımıza abunə olun, bildirişləri aktivləşdirin və astroloji proqnozların füsunkar dünyasına dalmağa hazırlaşın. Ulduzların proqnozlarının necə gerçəkləşdiyini birlikdə görəcəyik və taleyin bizi hansı sürprizlər hazırladığını öyrənəcəyik. Bu, həqiqətən də səma adlarının hər bir hərəkətinin reallığımızda əks olunduğu füsunkar astrologiya dünyasında Qoç üçün qeyri-adi çiçəklənmə dövrüdür. 28 apreldən etibarən ulduzlar sizə inanılmaz hədiyyə hazırlayır. Fırtınalı çay kimi gündəlik həyatın bəndini qıracaq və həyatınızı yeni imkanların qızıl parıltısı ilə dolduracaq qəfil və güclü maliyyə bolluğu axını. Qoçlar təbii doğuşdan liderlər və öncüllərdir. Onlar dönməz, enerji kimi qətiyyətə və zirvədə olmaq üçün tükənməz arzusuna malikdirlər. Onlar bu astroloji nemətin mərkəzində olacaqlar. Bütün səyləriniz, zəhmətiniz və uğur üçün amansız susuzluğunuz nəhayət nəzərə çarpacaq bəhrələrini verməyə başlayacaq. Aprelin sonunda maliyyə üfüqünüz tanınmayacaq dərəcədə dəyişəcək. Görünməmiş gəlir mənbələri və cəlbedici investisiya imkanları yaranacaq. Bu firavanlıq dövrü ən gözlənilməz şəkildə özünü göstərə bilər. Ola bilsin ki, tale sizi düşüncə tərzinizi dəyişdirəcək unikal bir işə aparacaq və ya köhnə sərmayələriniz birdən-birə böyük mənada öz bəhrəsini verəcək. İstedad və bacarıqlarınız heç vaxt olmadığı qədər artacaq. Əvvəllər heç olmadığı qədər tələbat olacaq. Xüsusi layihələr və yüksək maaşlı vəzifələr dünyasına qapılar açacaq. Bu dövrdə Qoç üçün uğurun açarı təbiətinizə sadiq qalmaq, risk etməkdən qorxmamaq və cəsarətlə dəyişikliklərə doğru irəliləməkdir. İldırım sürətində qərar qəbul etmə qabiliyyətiniz və təbii liderlik istedadınız maliyyə oyununda əsas aktivləriniz olacaq. Yeni ideyalara açıq olun, risk götürün, lakin perspektivli müəssisələrə investisiya qoymaqdan qorxmayın və kəşf edilməmiş işlərdə qabaqcıl rolunu cəsarətlə götürün. Üfüqlərinizi genişləndirin, əziz qoçlar, səylərinizi boğmaq olmaz. Uğur istəyimizin gözəl mükafatlandırılacağı reallığına hazır olun. Ulduzlar sizə həyatınızı yaxşılığa doğru dəyişmək üçün bu inanılmaz şansı vermək üçün inanılmaz harmoniyaya uyğunlaşıb. Uğur dalğasına köklənin və bu əlverişli dövr maliyyə olimpusunun zirvəsinə qalxmağınızın başlanğıc nöqtəsinə çevrilsin. Aprelin sonundan etibarən həyatınız tanınmayacaq dərəcədə dəyişə bilər. Bu, sərvət, yeni qələbələr və başgicəlləndirici uğurlarla da baş verə bilər. 28 aprel gələndə kral şirləri, göz qamaşdıran maliyyə rifah dövrünə hazırlaşın. Səmavi işıqlandırıcı günəşin himayəsi altında bu od əlaməti inanılmaz potensialını ortaya çıxaracaq. Zənginlik və bolluq zirvəsinə yüksələcək şirlər, sizin təbii xarizmanız, liderlik qabiliyyətiniz və maqnit cəlbediciliyiniz həmişə uğurun açarı olub. Ancaq indi kainat sizə daha da səxavətli hədiyyələr təqdim etməyə hazırdır. Özünüzə inamınız, ehtiraslı təbiətiniz və hədəflərinizə çatmaq üçün sarsılmaz əzminiz kosmik qüvvələr tərəfindən güclü dəstək tapacaq və qeyri-məhdud maliyyə imkanları dünyasına qapı açacaqdır. Ola bilsin ki, bu, karyeranız haqqında fikirlərinizi alt-üst edəcək, öz biznesinizi açacaq və ya görünməmiş kənd yerləri vəd edəcək parlaq bir kəşf olacaq.
Dəbdəbə və mükəmməlliyə olan fitri arzunuzla artırılan başqalarını ilhamlandırmaq və onlara rəhbərlik etmək bacarığı gəlirli investisiyaları cəlb edəcək və sizə əvvəllər heç vaxt təsəvvür edə bilmədiyiniz imkanlara çıxış imkanı verəcək. Amma yadda saxla. Əziz şirlər, maliyyə olimpusunun zirvəsinə doğru bu yolda prinsiplərinizi dəyişməməyiniz vacibdir. Qoy Nəcib alicənablıq və özünə hörmət sizin yol göstərən ulduzlarınız olaraq qalsın. Resurslarınızı ağıllı şəkildə idarə edin və ürəyinizlə rezonans doğuran möhtəşəm layihələrə investisiya qoymaqdan qorxmayın. Və sərvətiniz maya kimi böyüməyə başlayanda səxavəti unutmayın. Şir bürcünün əsl əzəməti təkcə qazanma qabiliyyətində deyil, həm də paylaşmaq və başqalarının növbəti səviyyəyə yüksəlməsinə kömək etmək bacarığındadır. Beləliklə, şirlər, aprelin sonundan etibarən həyatınızın yeni görünməmiş rənglərlə parlayacağına hazır olun. Qəlblərinizi bolluq axınına açın, daxili işığınızı yeni nailiyyətlərə aparan yolu işıqlandırmağa və sizi zənginlik və firavanlığın gözqamaşdıran üfüqlərinə aparmağa imkan verin. Əzmkarlığı və zəhmətkeşliyi ilə tanınan yer elementi bürcü olan praktik və məqsəd yönlü oğlaqlar üçün aprelin sonu əsl maliyyə qarışıqlığı ilə yadda qalacaq. Bu, təkcə maddi vəziyyətinizin yaxşılaşması deyil. Ulduzlar həyatınızı tamamilə dəyişdirə biləcəklər. Bu, oğlaqlara gəlirdə sürətli və partlayıcı artım vəd edir. Problemlərin həllinə metodik yanaşmanız, uzaq görən strategiyalar hazırlamaq və onlara diqqətlə əməl etmək bacarığınız, bunlar uğur yolunda sizin sadiq yoldaşlarınızdır. Və bu dövrdə səma işıqlarının xüsusi mövqeyi sayəsində bu keyfiyyətlər sizi maliyyə rifahının görünməmiş yüksəkliklərinə aparacaq güclü katalizatora çevriləcəkdir. Çox səy və səbr qoyduğunuz uzun müddətli investisiyalar nəhayət maddi gəlir gətirməyə başlayacaq. Bu, yeni qazanc mənbələri açacaq və imkanların üfüqlərini genişləndirəcək. Aprelin 28-dən etibarən fitri maliyyə intuisiyanız kəskinləşərək, ən perspektivli layihələri və təşəbbüsləri dəqiqliklə müəyyən etməyə imkan verəcək. Bu, şəxsiyyətinizi yeni bazarlara çıxarmaq və ya biznesin həyata keçirilməsində tezliklə inqilab edəcək innovativ texnologiyalara sərmayə qoymaqla bağlı ola bilər. Başqalarının yalnız risk gördüyü potensialı görmək bacarığınız maliyyə müstəqilliyi axtarışınızda sizin gizli silahınız olacaq. Hazır olun ki, bundan sonra verdiyiniz hər qərar, atdığınız hər addım son dərəcə əhəmiyyətli olacaq. Ən ideal layihələrin öhdəsindən gələ bilən bir lider olaraq, əfsanəvi qətiyyətiniz və bacarığınız sizi meteorik maliyyə yüksəlişiniz üçün tramplin olacaq gəlirli strateji tərəfdaşlıqlara aparacaq. Bu tərəfdaşlıqlar təkcə mövqelərinizi gücləndirməyəcək, həm də uzun müddətdir ki, böyütdüyünüz böyük ideyaları həyata keçirməyə kömək edəcək. Oğlaqlar, ulduzlar israrlı dualarınızı eşitdi, vaxtınız yetişdi. Aprelin 28-dən başlayaraq əməyinizin bol bəhrəsini almağa və uğura sarsılmaz inamınızın çoxdan gözlənilən mükafatını almağa hazır olun. Destini sizə səmavi nurçuların əlverişli mövqeyindən yararlanmaq və nəhayət ki, uzun müddət və çox çalışdığınız qələbələri əldə etmək üçün unikal şans verir. Qoy bu dövr sizin üçün qələbənin, böyük nailiyyətlərin və inanılmaz maliyyə rifahının qızıl dövrü olsun. Onların qətiyyəti yer elementinin nümayəndələri. Vasvaslığı və həyata praktik yanaşması ilə seçilən öküzlər üçün talı böyük sürpriz hazırlayıb. Artıq aprelin 28-də maliyyə reallığınız başgicəlləndirici sürətlə dəyişməyə başlayacaq. Zənginliyə və bolluğa birbaşa yol açılacaq və bu, sadəcə olaraq maliyyə vəziyyətinizdə tədricən yaxşılaşma olmayacaq, həm də ən vəhşi gözləntilərinizi aşacaq güclü, sürətli sıçrayış olacaq. Boğa bürcü siz həmişə sabitliyə dəyər vermisiniz, riskləri diqqətlə hesablamış və şübhəli qazancların arxasınca qaçmaqdansa möhkəm dayanmağa üstünlük vermisiniz. İndi isə uzaq görənliyinizdən bəhrələnməyin vaxtıdır. Önümüzdəki aylarda tanış, ölçülmüş dünyanızın başgicəlləndirici bir dəyişiklik rəqsində fırlandığını görəndə təəccüblənəcəksiniz. Uzun müddətdir etdiyiniz və təkcə pulunuzu deyil, həm də ruhunuzu yatırdığınız investisiyalar birdən bütün gözləntilərinizi aşacaq. Ola bilsin ki, bu daşınmaz əmlakın dəyərinin artması və ya perspektivli yeni müəssisələrin paylarının sürətlə artması ilə bağlı olacaq. Sizin fitri əzmkarlığınız və səbirlə nəticələri gözləmək bacarığınız bu həlledici anda həmişəkindən daha faydalı olacaq. Böyük Nostrada. O proqnozlaşdırdı ki, məhz bu keyfiyyətlər, strateji düşünmək və yolda qalmaq bacarığı sizi qeyri-adi uğura aparacaq.
Çoxlarının çox ləng və ya ehtiyatlı hesab etdiyi üsullarınız yeni reallıqlarda şanlı qələbələrin formuluna çevriləcək. Yağışdan sonra sehirli göbələklər kimi bir-birinin ardınca görünəcək yeni fürsətlərə hazır olun. Sizin işiniz onları əldən verməmək və şansınızı əldən verməməkdir. Yeni açıqlıq, zaman-zaman adi ehtiyatlılıqdan geri çəkilmək və cəsarətli addımlar atmaq istəyi, maliyyə rifahı dünyasını açacaq açardır. Qoy bir qiymətli strukturunuz həddindən artıq ovlanmaya qarşı xəbərdarlıq etsin, inanın, indi kiçik bir macəraya çağırış zamanıdır və sonra şans mütləq sizə gülümsəyəcək. Əziz buğa, maliyyə həyatınız. Biznesinizin tanınmaz dərəcədə dəyişmək üzrə olduğuna hazır olun, etibarlılığınız, qətiyyətiniz və prinsiplərimizə sadiqliyiniz gözəl mükafatlandırılacaq və nəticələr bütün gözləntiləri üstələyəcəkdir. 28 aprel tarixindən etibarən ən parlaq dövrünüzə böyük uğurlar, maliyyə, sədaqət və inanılmaz nailiyyətlər dövrünə qədəm qoyursunuz. Bu yeni dövrü açıq ürəklə qarşılayın və sizə firavanlıq, inam və ən vəhşi arzularınızın həyata keçirilməsini gətirəcək dəyişikliklərə hazır olun.